Herkese Avustraliyadan salam dostlar. Bugün möhtəşəm bir gündür. Bugün avqustun 1-idir. Hamımızın bildiği kimi Dünya Azərbaycanlıların həmrəylik günü desəm inanmayın. Çünki bugün mənim ad günümdür. Artıq 28 yaşım olur və bu yaşımı Sidneydə qeyd edirəm. Və bu yaşıma özümə bir hədiyyə aldım. Çoxdandır arzusunda olduğum bir şey var idi və bunu axır ki bugün reallaşdıracağam. Və özümə helikopter turu aldım. Mən həmişə xəyalım idi ki, bu Sidneyə gəlsəm, mütləq bu helikopter turunu eləyəcəm və bugün onu özümə hədiyyə elədim. Və hal-hazırda gördüyünüz kimi düz şəhərin mərkəzində, arxamda da Harbour Bridge var. Bildiğiniz kimi Sidneyin ikonik körpüsüdür bu. Düz şəhərin mərkəzindəyəm. Bir çoxları bildiği kimi mən də artıq bir aydır Sidneydəyəm. Düzdür, bir ayda başıma bir çox pis şeylər gəldi, bir çox hadisələr, nə bilim, yaxşı şeylər olmadı, amma yavaş-yavaş hər şey yoluna düşür, hər şey yoluna qoymağa çalışıram inşallah. Bundan sonra daha da yaxşı olacaq. Başım qarışıq idi ki, heç şəhərə belə gələ bilməmişəm bir ay içində və ilk dəfədir gəlib mən də görürəm Harbour Bridge-i. Hətta Sydney Opera House o tərəfdədir. İndi gedə bilmirəm, gecikirəm, getməliyəm ofisə və ofisdən məni götürüb aparacaqlar hava limanına və oradan tur başlayacaq. Və ümid edirəm ki, sizin üçün də maraqlı bir video olacaq, mənim üçün də unudulmaz bir gün. Xoş izləmələr. Sizə bu şəkildə də göstərim. Həqiqətən möhtəşəmdir mənzərə. Buradan da gəmilər çıxır. Burada da gəmi turları var. Onu da eləyəcəm inşallah bir gün. Bəlkə bugün günorta da eləyə bilərəm. Bugün biraz hava tutqundu, amma keyfimi pozmayacağım buna görə. Çünki bugün mənim ad günümdür. Tamam reis, bu kadar abartmaya gerek yok. Yani burada hal-hazırda qışdır, gördüyünüz kimi hamı kurtkada, qalın paltarda. Deməli, Avustraliyada digər videolarımda da qeyd eləmişdim. İndi ilk dəfə baxanlar üçün də qeyd eləyirəm. Avustraliyada iyun, iyul və avqust ayları qış aylarıdır. Hal-hazırda burada qışdır. Hər yerdə yay olanda, insanlar istirahət eləyəndə biz burada donuruq. Yəni o qədər də soyuq deyil. Amma ki yenə də soyuqdur da. Yəni bizim belə payız kimi elə bir hava keçir, yəni payız kimi, yaz kimi. Çünki bəzən günəşli olur, bəzən yağışlı olur. Amma normalda belədir. Yəni başqa yerdə də qış olanda, başqa ölkələrdə burada yay olur. Burada sadəcə 3 ay belə soyuqluq keçir, amma qalan aylar isti olur. So let's take a look at the headsets and how they help us communicate clearly in today's flight. For this flight, you'll be using one of our headsets. Our crew will help you fit it correctly. Position the headphones securely over your ears and place the microphone close to your lips. To adjust the volume, follow the boom and turn the knob. Dostlar, biz artıq buradayıq və təyyarə birazdan hazır olacaq uçuşa və biz keçəcəyik oturmağa.
həqiqətən möhtəşəm idi. Mən çox bəyəndim, çox xoşuma gəldi. Deyirəm, siz də bəyəndiniz. Yəni, şəhəri yuxarıdan görmək, Sydney Opera House, Harbour Bridge, sonra Bondi Beach. Həqiqətən möhtəşəm. Yəni, bu hissləri yaşamaq lazımdır sadəcə. Dostlar, indi hal-hazırda şəhərə gedəcəm, avtobus gözləyirəm. Bunların özünün servisi var. Mənə şəhərdən bura gətirdilər. İndi geri aparacaqlar. Daha sonra Fərmanla görüşəcəm. Sağ olsun, Brisbane-dən mənə ad günümə görə gəldi. Deyib, yemək falan yiyəcəyik, şəhəri gəzəcəyik, o yan bu yan. Və bugün axşam Odissaya gedəcəyik baxmağa. Deməli, dünyada 41 dənə IMAX-ın orijinal şey var, sineması, hansı ki o böyük ekran, yəni səs falan. Onlardan biri də Sydney-dədir və bu möhtəşəm bir dənə böyük binadır. O bina həm oteldir, həm də ki sinemadır. Çox qəşəngdir. İnşallah biz axşam da ora gedəcəyik və orada da siz çəkib göstərəcəm hər şeyi, necədir, oralar necə görsənir. Bina həqiqətən möhtəşəmdir. Yəni binanın dizaynı falan. Bayaq helikopter turunda da gördüm oranı. Yuxarıdan tamam möhtəşəm görsənir. Dostlar, gəlib çatdım şəhərə. Buradan Harbour Bridge görürsünüz. Möhtəşəm. Gəmilər çıxır buradan. Buradan hətta kruz gəmisi də çıxır. İndi bilmirəm, o tərəfdə olmalı. Ya da yoxdur, çıxıb. Görsəm çəkəcəm. Dostlar, burada sahil boyu gəzmək həqiqətən möhtəşəmdir. Və qarşınızda Opera House. Demək olar ki, mən ilk dəfə görürəm. Daha doğrusu ilk dəfə helikopterdə gördüm buranı. İndi isə buradan görürəm. Hətta birazdan yemək falan yeyəndən sonra gəzə-gəzə yanına gedəcəm, aşağısına. Gəlin oralarda gəzim. Bəlkə bu gəmi turu alınsa, bu gəmi turuna da çıxacam. Orada da mənzərə möhtəşəm görsənir. Burada müzeydir. Contemporary Art. Buralarda müzeydir. Dostlar, hal-hazırda çıxdıq, gedirik Sydney Opera House tərəfə. Oradan maraqlı videolar çəkəcəm. Hal-hazırda günəşin batışıdır və inanılmaz gözəl görüntülər var. Bu tərəfdə Harbour Bridge. İndi mən Sydney Opera House tərəfə gəlirəm. Kişinin papuqayına var. Necə rahat gəzirik. Həqiqətən mənzərə inanılmazdır. Dostlar, gəlib buranı da yaxından gördüm, qəşəng şəkillər çəkdirdim. İndi gedəcəm, gəmi turuna gedəcək, gəmi turuna çıxacaq. Burada gəmi turu var, çox qəşəngdir. Mənzərə super görsənir, həm də Opera House-un yanından keçir.
Uşaq baxın, dirəşib gəmi ilə ki, görüm kim keçəcək, mən keçəcəm, gəmi keçəcək. Ya da qorxur qalıb çöllükdə. Gəminin qırağına gəlir ki, itib eləyərəm buralarsa. Dostlar, artıq biz gedirik kinoya, gedirəm IMAX-a, Odissey-yə baxmağa, tramvayla gəldik mərkəzə. Sydneydə tramvay var, Brisbane'də yox idi, amma burada var tramvay. Maraqlıdır. Yola keçək. Burada belə bir maraqlı şəlalə düzəldiblər. Qəşəng görsənir. Biz gedirik IMAX-a. Deməli, dünyada 41 ədəd orijinal IMAX var. Onlardan biri də Avstraliyadadır. İndi hal-hazırda gedirik ora, Odissey-yə baxmağa. Deməli, burada aşağı düşdük ki, belə maraqlı yer düzəldiblər, əyləncəli park falan uşaqlar üçün. Burada da karusel var. Ice cream. Burada qış olsa da hamı dondurma alıb yiyir. Şəxsən mən yeyə bilmirəm. Qışda soyuqda cəmaət dondurma verir. Hələ uşaqlara da alıblar. Özləri bəsləyir, uşaqlar da yedizdirirlər. Buralar da inanılmaz qəşəngdir həqiqətən, mənzərə, binalar. Və bu da IMAX. IMAX Sydney Odyssey. 9:30-da başlayır bizim seans. Və binanı sizə uzaqdan göstərim. Üzərində də IMAX yazılıb. Bu şəkildə. Bina həqiqətən burada çox məşhurdur. İndi filmdən də içəri keçəndə bəzi görüntülər göstərəcəm sizlə. Çox çəkə bilməyəcəm, elə səhnəni əsas, bir də biraz filmdən bəzi görüntülər paylaşacağım. Buraların dizaynı həqiqətən möhtəşəmdir. Qalxırıq sinema salonuna. Gəlib çatdıq. IMAX Sydney, indi içəri daxil olacaq. Dostlar, səhnə buradır. Həqiqətən dəhşət böyüdür. Çox böyüdür. Dostlar, səhnə həqiqətən inanılmaz böyüdür, inanılmaz. Və biz təəssüf ki, bileti ön sıradan almışıq. Çünki bütün günlər artıq film çıxanda dolmuşdu. Heç bir yerdə yer yox idi. Ancaq ön sıralar boş idi. Oradan baxmalı olacaq.
dostlar, kinodan çıxdıq. Kino möhtəşəm idi həqiqətən. Amma qabaqda baxmaq heç yaxşı deyildi. Amma yenə də dəyərdi həqiqətən. Kino çox qəşəng idi, çox maraqlı idi. Deyirəm, bu videomu bəyəndiniz. Kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Hələlik.